Gedək mən də Neftçi Başdan Sabayıl, Araz Naxçıvan 3-500. Neftçi Kəpəz. Neftçi Kəpəz. Görürsüz. Yanında. Birinci hissə 4-5 və Ya. 2 zərbəsi. Neftçi Kəpəz 2-500 bu oyunlarda məncə məhsuldarlıq olacaq. Neftçi Kəpəzlə. Əslində olar. Gedək Bologna Juventusa. Bologna Juventus burada məhsuldar korner ola bilər. 8.5 çox olmalıdır. Mən 8 minimumu götürürəm. İtaliya çempionatında güvənmək olmur və 2 oyunumu sən uğurlamısan oradan. Və bir də mən öz komandama bu dəfə güvənmək istəyirəm. Eləməyim. Roma axırıncı dəfə liqdə Corner 2024-cü ildə oldu. Qələbə oynamayacağam. Yəni niyə görə? Manchester United Brentford səfərində 4.60-ın üzərində bir əmsal təklif eləyib və bu Manchestera təhqirdir bir növ. Düzdür, Manchester Bilbao ilə oynayacaq, düzdür. Evində oynayacaq, səfər eləməyəcək bu dəfə. O məsələlər də var və üstünlük böyüdür. Hava yaxşıdır ya. Motivasiyalar qəşəngdir. Ona görə burada 2x variantı da var. 2x variantındansa mən Ziyaya bir dəqiqə belə deyək. Ziyanı acıqlar. Az əvvəl dediyi yox. 2x korner variantına 8.500 buna da korner gedək. Məncə bol qollu. Bologna 8.500, United 8.500 korner, bir də Neftçi Kəpəz 2.500 məhsuldarlıq. Kəpəzin də qolu olmalıdır oyunda.